Bir görün əlləriyin dadı necədir, bir görün necədir əlləriyin dadı, bir görün nətə gibi pişirirsə, bir mən qədər varsan. Üç bacı istəyirəm, üç bacı. Qışı qatmam. Moderator buradasınsa bir zamanların yazdığını sabitliğinde gör ne yaz okuya bilmedim. Tezden ne yaz? Naz elədim də. Askeri, hə, naz eləmişmişəm. Sabitdeki gör ne yazırsan. Dolmamı hazırla gönder. Akşama kimi gelsin. Dedin sen, indi gönder de, indi dedim, akşam açacağım. Akrabalımı da gönder. Bunu yedim ağız. Çileği çok yedim, çileği. Söyleyin böyle, insafınız olsun ağız. Siz deyirsiniz ki birden-birə, köç adama birdən-birə data saxlayıb olmaz o. Qəddar olun mu? İnsanlarla hoş tanıştım. Bu fani bir yarışma var ki size de kalsın. Vallahi fani bir yarışma var. Elinize çeşitli biraz kaçlayın, düz değil. Kaçlayıp pulunuzu dağıtmayın. Vallahi işimizden iş yaparmış. Yiyin için her şeyi kefedeyim. Bir defa geldik dünyaya.
Kim bəxtəvərdir, az mənə bəxtəvər. Elə yemək yiyən yumurta yiyən bəxtəvər olur. Az Allah heç kim mənim kimi eləməzsə, tək tənha, ana yox, bacı yox, ata yox, qardaş yox. Mənim haram bəxtəvərdir az. 2 dənə çıxın o restoranda yemək yiyən insan bəxtəvər olur. Elə mənə elə bəxtəvər olsa, bəxtəvərçiliğindən versin sağ Allah. Uşağım yox, mənim tayarım, məndən yaşlı qat balaca insanlar uşaqlarından çıxır, hamısa baxıb həsrət aparıram. Nə ilə qalıb deyil, Allahı yaradıb məni, lağ eləyə. Lağ eləyəndə başına gəlir. Mən istəməzdim belə olmağı, mən istəyirdim ki, bir dəqiqə mənim uşaqlarım baba yuxudan duran kimi bir buramı hoppansın, bir də buramı hoppansın, qucaqlasın, öpsün, papa desin. Yoxdur da, nə ayrım? Mənə güclü maddə lazımdır. Travel, çox sağ ol. Şeyə çıxır, 28 mola çıxır. Bəxtəvər. Yemək bəxtəvərçilik olur. Yeyirsən, oradan gedir müntaza. Ye, oradan gedir müntaza. Ye, oradan gedir müntaza. Bəxtəvər o insandır ki, ailəsindən, arvadından, uşaqlarından can deyib, can eşidirlər. Kasıb da olsa belə can deyib, can eşidir. Bax, bəxtəvər eli insandır. Tükəmini böyle hemen kikimiyim. Alo. Anne, sabah kavuştuk değil mi? Çok sağ ol siz. Ben de yaşıyorum çok sağ ol. Allah razı olsun. Sen de sen. Ha. Sen böyle sesini de onları. Ay xanım, qurban olsun, sonra deyirsiniz ki, köpüdür. Görmə canlıda baxa yığmamısan ki. Danışsa səsin mikrofondadır. Birisi canlıda baxa yığırsan, bilmirsiniz nə danışasınız. Az bu canlını ki, parlayır ki, bir dənə zək gəlmir ama. Canlıda baxa yığırsan, da mənim səsin mikrofondadır. Görürdə səsin mikrofonda, bir yada yox. Nəyi danışdırırlar sadəcə? Alo. Baboş. Ha. Necəsən Rəyim? Çox sağ olsun, necəsiz? Sənin həyatında mən varam, sən tək deyilsən, canım mənim. Sən varsan? Mən varam sənin. Heç mən sənin bir yüzünü görməmişim. Harada mənim həyatımda oldum? Necə deyərlər, ya с тобой не бойся. Кушай яйца, сколько хочешь. Не будет. Не надо, lazım deyil. Bu bana belə boş beşə xanımlardır. Yığıb həyatımda. Heç bilməm kimdir. Tanrılar biləndirəm. Sağ deyim, uşaqlar, mənlə məzələnində xoşum gəlmir, başa düşürsünüz. Sizlə məzələnsələr sizin xoşunuza gələr. Yoxlar, sənin həyatında mənim varam. Haradadır az bu illərdir. İndi çıxıcaq həyatındadır. Of. Gedir, öz işinizlə məşğul olun. Mən sizin uşaq yerinizdə deyirəm ki, dur mənlə məzələnəsiz. Bakıdayım, ha. Kim neyinirsən? Və mən neyinirəm ilə məsələlərin qızları? Onu 3'te saat 4'te həkimdə var. Bəli. Ay xanım, indi gəl açıq danışaq da, sən mənim arxamda nətər varsa, mən səni tanımıram, sən kimsən? Sən məni tanımasan da
səni bütün dünya tanıyır. Sən göz muncuğumuzsan, ürəyimizsən, canımızsan, hər şeyimizsən. Allah səni var eləsin. İnşallah arzu edirəm ki, gözəl bir ailən olsun, övladların olsun, sənə papa deyib yanında düşən balan olsun. İnşallah. Hangisən belki də? Sultepe'de. Sultepe'de. Mən indi hal-hazırda Moskvadayam. Yollarla bağlı şəmalətdə. Haradasan? Moskva. Moskvadasansa onda ben yaxşı Azərbaycan nömrəsindən yığmışsan. Çıxdı da, 12'a çıxdı. Nəzər 17'de. Ama inşallah sayısı olsa uçmağa icazə versələr sabah gəlir. Gəlin sənə ərada saxlayın görüşək inşallah. Şimdi inandır, səmimi gəlmədi bu xanıma. Səmimi gəlmədi xanım. Sən Moskvadan bura zəng gəlmək üçün nə qədər kondurun getməlidir. Sən canta olsun. Əziyyəşsən, inandırıcı deyil. Əziyyəsən. Beş. Qarşılar. Belə məzələrinizə kimsə qazmadı məzələrisində. Azərbaycan nömrəsinə zəng edir, Moskvadayım gələndə. Bəli. Bəli. Salam qardaş. Canım. Bu şeyə görə yığmışdır, maşına görə. Hansı maşın? Birazdan gəlirəm. Düzdür. Ay doktor, hələ çıxmamışam, indi durmuşam. Durum üzümü yuyub tuturam, çıxam. Benzinim de az şey. Sədələ yol çıxışım, orada benzin yeri yox. Bəli. Alo baba, salam. Sağ ol. Siz? Yaxşı olarsan, yaxşı. Mehmet Əzamın başı. Hiç oturmuşam. Salamatçılıq da, evet. Neydi? Hiç nəyilə belə yığdım, səsi eşitdim. Dedim, dağısın baboşla görünməyəcək de, səni çox istəyirəm, baboş. Sağ ol. Allah köməyin olsun, ay baboş. Ne danışım ya uşaqlar, qadınlar, ne danışım? Onlar boş bekar insanlar oturub məni danışdırır. Mənim burada işim gücüm var, mən durub üzümü yasıyam, dişimi sürtəsiyəm, əlimi gerisimi kimi. Boş bekar insanlar, nədə ələ gəlir ma? Boş bekar vaxtım, durub mən danışım. Bekar insanlar da. Ələ gəlir uşaq doğacaq ma, nə? Boş bekar yeni zəng gelir da. Yoxsa bir dərdimə dərmanım, bir nətər deyirəm, bir dərdimə bir dərman olacaq. Yaxşı. Baba bu xanım elə söz də yazır ki, WhatsApp-ıma. Ay xanım, qayd olunuram, pis yazırlar. Bax, belə baboşun çox da belə umurumdadır ki, qayd olunuram, baboşa pis yazırlar. Baboşa pis yazırlar, baboş pis olur. Baboşa nə yazırlar, baboş pis olur. Bax, çox da belə baboşun umurumda. Baboş özü üçün yaşayır. Özü üçün özünün burnunun ucunu fikirləşən insanda, özü şeyliyi ki, görüm, nağarsın, öz gələcəyini qursun. Pis yazanlarda, bax, çox da belə baboşun umurumdadır. Pis yazdı, baboş arıqladı. Onlar mağsa söydü, baboşun çox da verişlədi. Mantör arxasına mı söylürlər də? Gir bu qalinləri kayıtların arkasına altına bax gör nələr yazırlar. Elə bu TikTok'da baboş söylmür ha, sosyal şəbəkədə baboş söylmür ha.
Bir gör müğənnilərə də bax da, gör müğənnilər, o məşhur dediyiniz müğənnilər altında nələr yazırlar. Çox da müğənnilərin vecinə oxuyur, çıxırlar, nədir, çıxır müğənninin vecinədir. Onlar sövüb, sonra gedib müğənnilərinə şəkil çəkdirən insanlardır. İndi mənim kaydımın altına pis sözü çox da vecmədir. Kimi söymürlər ki? O xahiş edib dəqiqə başı ilə sizlər yazın, mənim əsəbimdən oynamaq inan. Sən kaydın altına yazırsınlar. Çox da babuşun umurumda. Babuş kasıb olanda vaxtda yaşadı can-can deyirdilər, hamısı. Can-can, bir dənə mənim kaydımın altında pis söz yox idi. Bir dənə mənim kaydımın altında pis söz yox idi. Digər ki, maşınım olanda evin işim düzələn sonra başladılar söyməyə. Paxıl insanlar çoxdur. Niyə indi? Elin ağzı toba deyir, olsun deyil, kəsən. Ən gözəl baş qoşmamaqdır. Mən 6 il keçir, 5-6 ildir ki TikTok'dayım. Keçməsə baş qoşum. Heç o insanlara ben baş qoşmaram. Ona görə qoşmamışam ki, heç kimdən də işim yoxdur. Çıxıram şəhərə, nə yaxşı şəhərə çıxanda hoppanırlar üstümə. İstər kişili, istər oğlanlı, istər qızlı hoppanın üzümə şəkil çəkdirirlər. Həmən insanlar da burada gəl söyüş yazır. Gəl məni götür apar bir restoranına, gəl məni götür apar bir kluba, görürlər kişili oğlanlı. Bu, babuş gəlir, əlini buramı qof şəkil çəkdirirlər. Elə bunca evlənim deyə. Məni alladanlar da çox daha, ay prim yığanlar. Başa düşürsən, ay sağ qız tapmışam. Görürsünüz mü hamısı yalandı? Ay gəl, Cəllabaddan qız tapmışam. Görürsünüz hamısı yalandı. Boş şeylər hamısı. İnsanın öz ailəsindən başqası yalandı. Deyir, yetimə can-can deyən çox olur, çörək verən az olur. Bəli. Alo. Bəli. Babuş danışan. Yox, dürdanədir. Sizden bir şey isteyeceğim. Benim rəfiqəm var, sizden ötürürlər. Canınızda hamısı özləyir. Ona bir dənə salam göndərəbilərsiniz, adı Güneydir. Güney, nətərsən ay qız, sağ salam buradan, göndərdim. Çok sağ olun. Sağ ol. İçin sağaldı, hə. Qaqırma artıq sistemlər köçürdü ona da, gəlsin sağalmaya, soyuqlamışdır. Ay qadın hanım, mən burada həkimə məni çağırdı, zəfirlər çağırdılar. Mənə dedi ki, hormonlarla bağlı, orada getirdim, işin olmadı. Qaraciyarım pilələ, mənim qaraciyarım da ödümdü, budur. Onları da mən yazılsa, bir şeydə də var da lan. Bərdədə də var da lan, bərdədə də həkimlər var da. Qaraciyarına da malcaylı sistem köçürdülər, böyrəyinə dür. Neyindir mən ilə həkimi? Mənə kişi həkimi lazımdır. Məni qoysun qabağına, danışdırsın, mənim bir dərdimi soruşsun.